Salam əziz şagirdlər. Bu gün isə həndəsənin əsas anlayışlarından olan bir maraqlı sualın izahına baxacağıq. Əvvəlcə uşaqlar biz bilməliyik ki, 2 dənə paralel düz xətti verir. Onları kəsən bir xətt varsa, bu zaman bura alfadırsa və bu qayda verilən misala uyğun bura alfadırsa, burada alfaya bərabər olur. Yəni daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Bu qaydanı biliriksə, bu misalı rahat şəkildə həll edəcəyik. Deməli nə dedik? Daxili çarpaz bucaq olduğu üçün mən sadəcə verilən bu 3x minus 70 dərəcə ilə x üstəgəl 70 dərəcəni bərabərləşdirib misalı həll edəcəm. 3x çıxılsın x bərabərdir 70 üstəgəl 70. 3x-dən 1x çıxıram 2x bərabərdir 70 üstə 70 140. X-in bərabəri olur 140-ı bölürəm 2-yə. O da bərabərdir 70-ə. Deməli tapdım. X-im nəyə bərabərdir? 70-ə. Və məndən də nəyi soruşurdu? X-i soruşurdu. Deməli cavabımız olur D bəndi. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın.